hər vaxtınız xeyirli olsun. Bugün sizlər üçün çox mükəmməl bir salat hazırlayacağım. Salatı özüm çox sevirəm, iminli bu salatı. Deməli salatımız olacaq qızarmış göbələkdən, toyuq filesindən, ağ lobyadan və sairə məhsullardan hazırlanacaq. Yəni inandırım sizə hazırlamağa dəyən bir salatdır. İlin 4 bir fəslində yeyilə bilən salat növüdür. Salatımız necə olmalıdır? Buyurun sizlər tanış edin. Bizə lazımdır göbələkdir 300 qram, bir baş soğandır, 2 diş sarımsaqdır, toyuq filesidir 300 qram, 350 qram aralığında qaynatmışam. Qaynadanda dəfnə yarpaq atmışdım, qara dənəvər istiot, bir də duz. Burada var ağ lobya, yəni fasulye kimi satılır. Ona da istiğa qoymuşdum dünəndən, suyunu qaynadanda biraz sirkə vurdum ki, çox da dağılmasın, özünüz görürsünüz. Amma nə qədər də olmasa, xüsusən bu lobya biraz dağılmağa meyillidir, amma sirkə çox qoymur. 3 ədəd yumurta mayonez almışam, mayonezdən istifadə edəcəm. Cəfəri lazımdır, biraz şüyüd lazım olacaq, dur yağ lazım olacaq. Əsas məhsullar bunlardır. Birinci növbədə göbələkləri xırda-xırda doğruruq, nazik-nazik. Düzdür, yemək üçün göbələk qızardanda 2 yerə bölürük, amma salatdır deyənə nazik-nazik doğramalı. Göbələkləri də doğrayandan sonra bir qaba alıram. Onu da sizə qeyd edim, göbələkləri əvvəlcən biraz yumuşdum, üstünün qabığını soymuşdum. Qumları da tam gedib. İndi soğanı da xırda-xırda doğrayıram. Sarımsaqları da başlayırıq xırda-xırda doğramağa. Tava qəşəng qızandan sonra duru yağı da əlavə edirik ora. Soğana biraz duz əlavə edirəm ki, mətbəxə çox pis yayılmasın, həm də soğan biraz duzlu olsun. Biz də o vaxta qədər yumurtaları doğrayaq. Yumurtanı ilə ağlı sarılı doğrayacaq. Kuf formasında. Soğanımız da yanmasın. Soğan biraz kızarandan sonra sarımsağı da əlavə edirəm üstünə. Qoyuldu. Sarımsağı əlavə edəndən sonra biraz azca qarı istiyor. Doğradığımız göbələkləri də üstünə əlavə edirəm. Sarımsağın yəni çox qovrulmasın, aromatı keçsin göbələyə, ona görə. Bu şərtdir. Göbələklər orada pişən qədər biz yumurtamızı doğramağa davam edək. Göbələk belə qəşəng qovrulandan sonra, yəni gözləmirik ki, çox belə qəşəng qızıl rəng alsın, zad yox. Biraz öldü, ətri gəldi, sarımsaqla göbələyin ətri gəldi. Bəs edir, saxlayırıq. Soymasını gözləyirik. Soymasını gözləmək üçün də bir dənə boşqab götürürəm.
Gözlüyük indi, biraz soysun. Mən balkona qoyacağam. İndi növbə göy qardeşimizdədir. Bunu da qəşəng doğrayaq. Çalışın belə kötü olan yerlərini çıxardım. Yarpaqları nə qədər doğrasaz, o qədər yaxşı olacaq. Salat yeyəndə sizə narahatçılıq verməsin. Bunu qəşəng əlimizlə bükürük. Başlayıq xırda-xırda doğramağa. 2 yerə böldük. Deyirəm gələk bu videonun altında bu yerində yazaq ki, evdə sınamayın. Belə tez-tez doğramalı. Barmaq gələcək yoxsa. Bişirdiyimiz lobyanı da əlavə edirik. Soymağa qoyduğumuz göbələk də artıq soyuyub. Bu qədər dostlar, salatımızı hazırladıq. Evdə də dadına baxan oldu, özümüz orucluq deyənə baxa bilmədik. Sizin də tutduğunuz orucları Allah qəbul eləsin. İftar süfrələri üçün xüsusi bir salat resepti paylaşdım sizinlə. Dadına da baxan oldu, super bir şeydir. İnşallah növbəti videolarımızda görüşənə qədər Allah'a əmanət olun. Açıqlama bölümümüzdə digər salat reseptlərini də sizlər üçün paylaşacağım. Oradan asanlıqla seçə bilərsiniz. Allah'a əmanət olun, sağ olun.